Salam, hər vaxtınız xeyir olsun. Əziz Motobaku izləyiciləri, hər birinizi xoş gördük. Bu günlərim akademiyamızın təlimçisi olan Sahib müəllimlə maraqlı bir oyun keçmək istəyirik. Getdik. Salam Sahib müəllim, necəsiz? Salam, sağ olun, siz? Yaxşı olasınız. İstəyirik bugün sizinlə maraqlı bir oyun keçirək. Şərtlər budur ki, məndə 5 dənə motosikletin səsi var. Mən bunları sizə qulaq asdıracağam. Görək həqiqətən siz 5 səsdən içəcəyini biləcəksiniz. Hazırsınız? Hazıram. Başlayaq o zaman. Başlayaq. Başlayaq. Japondu, Kawasaki. Kawasaki. 100% X10. Bəli, Kawasaki düzdür. Getdik ikinciyə. Bu hansıdır? Bu da 4 silindir, Suzuki ola bilər. Suzuki'yə oxşuyur. Bəli, Suzuki markasıdır. Bu Japon değil ama BMW 100%. Bəli, düzdür, BMW-dir. Bu deyəsən belə çətin oldu. Bu biraz açığı fərqlidir. Sıralı 4 silindirə oxşamır bu. V4 ola bilər, amma Panigale da ola bilər. Ducati Panigale ola bilər. Xeyr, təəssüf ki, bu Aprilia motosikletidir. Yaxındır da amma İtalyan. Bəli, bəli, İtalyandır. 100% bu Panigale'dır. Panigale Bəli, Ducati'nin Panigale. Panigale, Düzdür. Panigale. Çox sağ olun, təşəkkür edirik. Demək, ümumi 5 motosikletdən 4-ünü Sahib müəllim həqiqətən tapa bildi. Bu da onu göstərir ki, Sahib müəllim həqiqətən peşəkar bir təlimçidir. Çox sağ olun, gününüz uğurlu olsun.